Salamlar hər birinizə. Bu günlər etdiyim ikinci hissədən teorema və tətbiqlər mövzusunun 3-cü bölməsi olan funksiyanın böhran nöqtəsinin suallarına baxacaq. Baxaq birinci sualımıza. Deyir, funksiyanın ən kiçik qiymətini tapın. Funksiyanın ən böyük ən kiçik qiymətini tapmaq üçün deməli, teoreməsi tapılmalıdır. Y' bərabər olacaq 2x plus 6 və 0-a bərabər olunmalıdır. Deməli, 0-a bərabər elədikdə 2x bərabər olacaq -6, x də bərabərdir -3-ə. -3-ü funksiyada aparıb yerinə qoyacaq, olacaq -9 çıxılsın 18 bərabərdir -9-a, bu da olacaq A variantı. İkinci sualda eyni qayda ilə də baxaq üçüncü suala. Funksiyanın böhran nöqtələrini tapın. Funksiyanın böhran nöqtəsi teoremənin olmadığı və yaxud da 0-a bərabər olduğu nöqtədə teoreməsini tapırıq. Olur 3x kvadratı minus 27 bərabərdir 0. 3x kvadratı bərabər olacaq 27-yə, x kvadratı bərabər olacaq 9-a, x də bərabər olacaq plus minus 3-ə, yəni ki, B variantı. Dördüncü sualda eyni qayda ilə də baxaq 5-ci sualımıza. 5-ci sualımıza deyir, verilmiş fx funksiyasının AB intervalında neçə minimum nöqtəsi var? Minimum nöqtələrimiz 1, 2, 3 olacaq A variantı. 6-cı sual eyni qayda iləndir. 7-ci sualda da funksiyanın böhran nöqtəsi teoremənin 0-a bərabər olduğu və yaxud da olmadığıdır. Olacaq 6-da 1 vurulsun 2 vurulsun x çıxılsın 4-də 1 bərabərdir 0-a. Bu eləyəcək 3-də 1 x bərabərdir 4-də 1-ə, x də bərabərdir 4-də 1 bölünsün 3-də 1. 4-də 1 olduğu kimi qalıb 3-də 1 tərsinə çevriləcək və vurulacaq, olacaq 4-də 3, yəni 0,175 B variantı. 8-ci sual eyni qayda iləndir. 9-cu sualda funksiyanın böhran nöqtəsi yenə teoreməsini tapmağına ötürü əvvəlcə x-i vurub açır, olur 3x kvadratı minus 5x. Y üssü x-in teoreməsi bilir ki, y üssü x-dir. Olacaq teoreməsi y üssündə 3x kvadratı minus 5x. Əlavə olaraq da bu funksiyadan teoremə alanda olacaq 6x çıxılsın 5. Və bərabərdir 0. Bu ifadə 0-a bərabər ola bilməz. Ona görə bunu 0-a bərabər edilir. Olur 6x bərabərdir 5, x də bərabərdir 6-da 5-ə. Olacaq D variantı. 10-cu sualımız eyni qayda iləndir. Baxaq 11-ci suala. Deyir ki, x ln x funksiyasının artma intervalına daxil olan ən kiçik ədədi tapın. Deməli, artma intervalını tapmağına ötürü teoreməsinin 0-dan böyük bərabər götürmək lazımdır. Deməli, x ln x böyük bərabərdir 0-dan teoreməsi. Teoreməsində hasilin teoreməsi kimi alacaq. Birinci, x-in teoreməsi eləyəcək 1, vurulacaq ln olacaq ln x. Deməli, üstə gəlsin, x vurulsun, ln x-in teoreməsi də 1 bölü x. Böyük bərabərdir 0-dan. Olacaq ln x plus 1 böyük bərabərdir 0-dan. ln x deməli, böyük bərabərdir -1-dən. Bunu da ln-ə gətirəndə ln y üssü -1 yazırıq. X də böyükdür, bərabərdir y üssü -1-dən. Y-nin qiyməti 1,2,171-dir. Tərsinə çevirəndə olacaq 1 bölünsün 2,171. Bu 0 tam neçəsə eləyəcək və 0 tam neçəsədən də böyük tam ədədimiz olacaq 1, yəni ki, A variantı. 13-cü suala baxaq. Funksiyanın ekstrem nöqtəsini tapın. Funksiyanın ekstrem nöqtəsini tapmaqdan ötürü teoreməsini 0-a bərabər edir və yaxud da teoreməsinin olmadığı. Bilir ki, modul x funksiyasının teorəməsi x bölünsün, yəni 3x minus 15 bölünsün modulda 3x minus 15-dir. Və əlavə olaraq da bu nəyə vurulacaq? Bunun 3x minus 15-in teorəməsi. 3x minus 15-in də teorəməsi 3-dür, vurulsun 3. Ümumiyyətlə, bu ifadə 3x minus 15 fərqlidir 0-dan olmalıdır. 3x fərqli olmalıdır 15-dən, x də fərqli olmalıdır 5-dən. Yəni 5 qiymətində funksiyanın teorəməsi yoxdur və bu da onun ekstrem nöqtəsi olacaq E variantı. 14-cü suala baxaq. Deyir, verilmiş araqda diferensiyalanandır. A sıfırdan fərqli həqiqətdir. Şərtlərdən hansı ödənilsə, həmin araqda artan olar. Deməli, teorəməsi sıfırdan böyük olmalıdır və bizim A-mız da nə olmalıdır? Müsbət olmalıdır və yaxud da yəni eyni işarəli olmalıdır. Ya hər ikisi mənfi, ya da hər ikisi müsbət. A-da müxtəlifdir, B-də biri müsbət, biri mənfidir, C-də də həmçinindir, D-də də eyni qayda ilə qalır E variantı.
15-də də həmçinin azalan olanda müxtəlif işarəli olmalıdır. C eyni işarəlidir, E eyni işarəlidir, D-də, B-də qalır A variantı. Yəni azalan deyəndə müxtəlif işarəli, artan deyəndə isə eyni işarəli. 16-cı sualda törəməsini tapırıq. 4x çıxılsın 12 böyüdür bərabər 0 yazmalıyıq. 4x böyüdür bərabər 12-dən, x də böyüdür bərabərdir 3-dən olacaq A variantı. 17-ci sual eyni qayda iləndir. Baxaq 18-ci suala. Y x-in törəməsi elə y x-də olacaq. Y üstündə mənfi 3x, vurulsun mənfi 3, çıxılsın 3. Azalma ağı dediyinə görə kiçikdir bərabərdir 0. Olacaq y üstü mənfi 3x. Bu qarşıda da ki mənfi 3 var. Kiçik bərabərdir 3-dən. Y üstü mənfi 3x böyük bərabərdir mənfi 1-dən. Və bu ifadə hər zaman nədir? Mənfi 1-dən böyükdür. Üstə funksiyanın, yəni 0 müsbət sonsuzluqdur da qiyməti. Ona görə də x-in istənilən qiymət önündə ödəndiyindən o da mənfi sonsuz müsbət sonsuzluq. Həmçinin də 19-cu sualda mənfi sonsuz müsbət sonsuzluq olacaq. 20-ci suala baxaq. Deyir, A parametri hansı qiymətində funksiyanın böhran nöqtələri yoxdur. Yəni, böhran nöqtəsi ya törəmənin olmadığıdır, ya da deməli, törəmənin 0-a bərabər olduğudur. İndi olmadısa, olacaq 3x kvadratı, bunun törəməsi plus 6x plus a. Deməli, bərabərdir 0. Yəni, burada diskriminant 0-dan kiçik olmalıdır ki, bu bərabərdir 0 olmasın. Onda diskriminantın üstürü nə idi? B kvadratı minus 4ac. Yəni, 6-nın kvadratı minus 4a vurulsun 3. Kiçikdir 0-dan. Olacaq mənfi 12a kiçikdir mənfi 36-dan. A da böyüdür 3-dən. Bu da uyğun gələcək D variantına. 21-ci sualda eyni qayda iləndir. Baxaq 22-ci suala. Funksiyanın azalma aralığını tapın. Yenə də törəməsi kiçik olmalıdır. 2x plus 6 kiçikdir bərabərdir 0-dan. 2x kiçikdir bərabərdir mənfi 6-dan. X də kiçikdir bərabərdir mənfi 3-dən olacaq D variantı. 23-ci sualda eyni qayda iləndir. 24-dür, 25-dir. Bunlar hamısı eyni qayda iləndir. Baxaq 26-cı suala. Deyir, funksiyanın 0,1 parçasında ən kiçik qiymətini tapın. Əvvəlcə törəməsini 0-a bərabər eləyirik. Olur 4x çıxılsın. Köşdə x-in törəməsi 1/2 köşdə x-dir. Bərabərdir 0-a. Deməli, 4x bərabərdir 1 bölünsün. Bunu indi orta məxrəc tapada 2 köşdə x. Bu vurulacaq köşdə x-a. Çıxılsın 1. Bərabərdir 0. X fərqli olmalıdır 0-dan. Məxrəc çünki 0-a bərabər olur. 4x köşdə x bərabərdir 1 olmalıdır. X köşdə x bərabərdir 4-də 1 olmalıdır. İndi buradan yazırıq ki, x bərabərdir 4-də 1. Bunu indi kvadrata yüksəldir nə olur? X bərabərdir 16-da 1-ə. İndi burada deməli bizim məxrəcimiz nə idi? 2 köşdə x-də bu 2-yə də vurulacaq, 8 olacaq bu. Bunun düzəlişini eləyək. İndi bu 8-də 1 olandan sonra olacaq 64-də 1. X də bərabərdir 4-də 1-ə. X-imiz 4-də 1 olandan sonra aparıb qoyuruq. Həm ucdakıları qoyuruq, həm də ki 4-də 1-i qoyacaq. Olacaq, deməli 0 qoyanda 1 alınır. 1-i qiyməti olur 1. Deməli yazırıq ki, y0 bərabər olacaq. Burada qoyacaq yerinə 1 alınacaq. y1, x-in yerinə 1 qoyacaq. Olacaq 2 çıx 1. Üstə gəl 1. Bu da eləyəcək 2. Bir də 4-də 1-i qoyuruq yerinə. Olur 2 vurulsun. 16-da 1 çıxılsın. 4-də 1-dən kökünə çıxır 2-də 1. Üstə gəl 1. Bu ixtisar edir 8-də 1. Olur 8-də 1 çıxılsın. Bu olacaq 8-də 4. Üstə gəl 1. Bu da eləyəcək 8-də mənfi 3 üstə gəl 1. Bu da eləyəcək 8-ə 5 C variantı. 27-ci sual eyni qayda iləndir. 28-ci suala baxaq. Deyir, funksiyanın minimum nöqtəsini tapın. Yazırıq. Deməli, 3x kvadrat törəməsini tapırıq. Plus 6x bərabərdir 0. 3x-i çıxardırıq. Olur x plus 2 bərabərdir 0. x1 bərabərdir 0. x2 bərabərdir mənfi 2. Sonra belə bir ədəd oxu çəkirik. Yazırıq ki, mənfi 2 və 0. Bunu intervala bölürük və yazırıq. Mənfi 2-dən
Sol tərəfdə törəmədə qiymətini veririk. Funksiyada yox, törəmədə. Mənfi 2-dən o tərəfdə mənfi 3 qoyanda bura mənfi olur, burada mənfi olur. Olur müsbət. Mənfi 2 ilə 0-ın arasında mənfi 1 verəndə bura mənfi olur, bura müsbət olur. Olur mənfi. 0-dan o tərəfdə verəndə də müsbət. İndi maksimum nöqtə nədir? Müsbətdən mənfiyə keçərsə maksimum nöqtədir. Mənfidən müsbətə keçərsə minimum nöqtədir. Deməli, burada indi bizdə 0 nədir? Mənfidən müsbətə keçib. Bizdə də 28-də nə istəyir? Minimum nöqtəsi olacaq D variantı. Maksimum nöqtəsinin istəyəndə olacaq mənfi 2 E variantı. 30-cu sualda funksiyanın artma aralığını istəyir. Törəməsini 0-dan böyük bərabər götürəcək əvvəl elədiyimizdəndir. 31-ə bax, qrafikdə hansı bütün ədəd-oxunda f' kiçikdir 0 şərtini ödəyən funksiyanın qrafiki ola bilər. Deməli, burada bilirik ki, f' bizim nəyimizi verirdi? K-mızı verirdi də. Yəni ki, 0-a bərabər eləyib nöqtəsini tapırdıq. İndi burada diqqət edirsək, bu x kubudur, bu 3x kvadratı eləyəcək və şərtini ödəyən funksiyanın qrafiki ola bilər, daha doğrusu deyil. Yəni, məsələn, mənfi 2-dir. İndi, burada baxın, diqqət edirin, bunu nə eləyəcək? Bu mənfi 2x deyil, mənfi olacaq da. B variantı olmağına B variantı olacaq. Yəni, sözümüz odur ki, K-sı hansı mənfidirsə, onda nədir? Mənfi olacaq. 32-ci sualda funksiyanın ən böyük qiymətini istəyir. Funksiyanın ən böyük qiymət alması üçün bu ən kiçik qiymət almalıdır. X kvadratı plus 2x plus 10-un törəməsinin tabiri olur. 2x plus 2 bərabərdir 0. 2x bərabərdir mənfi 2, x də bərabərdir mənfi 1-ə. Mənfi 1 aparıb yerinə qoyanda olacaq 1 çıxılsın 2 plus 10. Bu eləyəcək 9. Cavabımız da olacaq 9-a 1. 33-cü sualda funksiyasının qrafik verilmişdir. Verilənlərdən hansı yanlışdır? Bunun üçün biz funksiyanın qrafikinə diqqət edəcəyik. Mənfi 5-dən 2-yə kimi artırsa, deməli, törəməsi 0-dan böyük olmalıdır. Yəni, mənfi 5-dən mənfi 2-yə kimi olan nə var? Mənfi 3 var, 0-dan böyükdür, bu düzdür. Sonra mənfi 2-dən 1-ə kimi azalır. Deməli, törəməsi orada mənfi olacaq. Deməli, mənfi 1 də nə olacaq? Kiçikdir 0, D variantı düzdür. 1-dən 3-ə kimi də azalmalı. Ümumiyyətlə, mənfi 2-dən 3-ə kimi azalır bu funksiya. Onda nə olacaq? Mənfi 2-dən 3-ə kimi kiçikdir 0 olacaq. Deməli, biz dedik nəyə kimi? 3-ə kimi. Burada da indi C variantında nədir? 2-də böyükdür 0 yazıb, kiçikdir 0 olmalıdır. 3-dən də 4-ə kimi artır. 3-dən 4-ə kimi artanda, deməli, burada yazıb mənfi 4-də böyükdür 0. Bəli, mənfi 4-də böyükdür 0. 4,7-də kiçikdir 0. Çünki azalmağa doğru gedib. E də doğrudur. Bir dənə C səhvdir. 34-cü sualda yeni qaydinanda baxaq 35-ci suala. Deyir, AB parçasında kəsilməz. AB intervalında diferensiyallanan f(x) funksiyasının törəməsinin qrafik vermişdir. f(x) funksiyasının minimum nöqtələrinin cəmini hesablayın. Burada törəmənin qrafiki verilib, yəni funksiyanın qrafiki verilsəydi, bilərdik ki, buralıq məsəl üçün minimum nöqtələrdir. Amma törəmənin qrafikində mənfidən müsbətə keçən yerlər minimum nöqtələrdir. Yəni mənfi 9, daha sonra 0 nöqtəsi, bir də ki 5 nöqtəsi. Olacaq mənfi 9 plus 0 plus 5. Bu nə edir? Eləyir mənfi 4, yəni ki, C variantı. 36-cı sualda yeni qaydinanda, baxaq 37-ci suala. Deyir ki, funksiyanın açılma aralığını tapın. Yenə törəməsi 0-dan kiçik olmalıdır, 0-dan kiçik bərabər. Birincidə 3x-in törəməsi 3x ln 3-dür. Üstə gəlsin 2 vurulsun. Yenə 3 mənfi x vurulsun ln 3 və burada da mənfi x-in də törəməsi mənfi 1-dir. Kiçikdir bərabərdir 0-dan. Burada mənfini verəcək qarşıya, bu olacaq. Çıxılsın. Və ln 3-ü çıxardacaq. Olacaq 3 vurulsun 3x, çıxılsın. Bunu yazır 1 bölünsün 3x. Sürətdə də 2. İkisi bərabərdir 0-dan.
ln3 müsbətdir. Deməli, bu ifadə sıfırdan kiçik olmalıdır. Ortaq məxrəcimiz 3x-dir. Yuxarı isə olacaq 3 vurulsun. Bu vurulacaq 3x-a. 3x-i vuranda 2x edir. Çıxılsın 2. Kiçik bərabərdir sıfırdan. Bu hər zaman müsbətdir. Yuxarı isə mənfi olmalıdır. 3 vurulsun 2x kiçikdir. Çıx 2 kiçikdir bərabərdir sıfırdan. 2x kiçikdir bərabər 2-dən və 3x kiçikdir bərabərdir 3-2-dən. Burada da olacaq 2x kiçikdir bərabərdir loqaritma 3 əsasından 3-2. 2-yə də böləndə 2-də 1 qarşıda olur. Loqaritma 3 əsasından 3-2. Bu da uyğun gələcək A variantına. 38-ci suala yeni qayda ilə də baxaq. 39-cu suala funksiyanın böhran nöqtələrini tapın. Törəməsini tapırıq. 1. İndi kosinus x-in törəməsi mənfi sinus x-dir. O zaman mənfi 2 sinus x bərabərdir 0. Mənfi 2 sinus x bərabərdir mənfi 1-ə. Sinus x bərabərdir 2-də 1-ə. X də bərabər olur. Mənfi 1 üstündə k. Pi bölünsün 6 üstə gəlsin pi k. Bu da uyğun gələcək E variantına. 40-cı sualda eyni qayda iləndir. Baxaq 41-ci suala. Funksiyanın maksimumunu tapın. Törəməsini tapırıq. Olur 6 x kvadratı minus 18x plus 12 bərabərdir 0-a. 6-ya böləndə olur x kvadratı minus 3x plus 2 bərabərdir 0. Köklər edir 2 və 1. İndi yazırıq 2, 1. Alırıq intervala. 2-dən bulan yerindəki 1-dən o tərəfə veririk. Olur, məsəl üçün x çıx 2-dir. Bu x çıxılsın 1-dir. Vuruqları ayıraq da. 1-dən o tərəfə verəndə bura mənfi olur. Burada mənfi olur. Olur müsbət. 1 ilə 2 arasında verəndə olacaq. Biri müsbət, biri mənfi. 2-dən o tərəfə verəndə hər ikisi müsbət olacaq. İndi bizə nə deyir? Maksimumunu tapın. Maksimum nədir? Müsbətdən mənfiyə keçənsə. Yəni olacaq nə? 1 qiyməti. İndi bir qiymətin aparıb qoyacaq funksiyada yerinə. Bizim x-imizdir. Maksimum nöqtəsinin x-ı qiymətdir. Yəni x bərabərdir 1. Aparıb yazırıq yerinə 2 çıxılsın 9 plus 12 plus 3. Bu olacaq 15. Üstünə də 2 gələndə olacaq 17. 17-dən də 9 çıxanda olacaq 8. C variantı. 42 eyni qayda ilə də 43-cü suala baxaq. Deyir funksiyası üçün hansı təklif doğrudur? Deməli, törəməsini tapanda mənfi 2 sinus x plus 4 böyük bərabərdir 0 olmalıdır. Mənfi 2 sinus x böyük bərabərdir mənfi 4-dən. Sinus x böyük kiçik bərabərdir 2-dən. Deməli, bu hər zaman ödənilir də. Sinus x 2-dən onsuz da böyük olmur. Funksiya, deməli, mənfi sonsuz, müsbət sonsuzluqda artandır olacaq. Elə doğru cavabımız bu. 44-cü sual eyni qayda iləndir. Baxaq 45-ci suala. Deyir, parçasının ən böyük qiymətini tapın. Deməli, törəməsini tapırıq. Ümumiyyətlə, böyük qiymət tapmaq üçün bu böyük qiymət almalıdır. Törəməsini tapanda 2x minus 4 bərabərdir 0. 2x bərabərdir 4x bərabərdir 2-yə. İndi qiymətləri qoyuruq. Mənfi 1-i qoyanda yerinə 1 plus 4 plus 20. Bu oldu 25. Daha sonra 2 qiymətin mənfi 1-i qoyuruq. 4 qiymətini qoyuruq. 16 minus 16 plus 20. Bu da eləyəcək 20. Bir də 2 qiymətini qoyuruq. 4 çıxılsın 8 plus 20. Bu da eləyir 16. Bizim ən böyük qiymətimiz 25-dir. Kök altında 25-dən nə çıxır? 5 çıxır. Yəni, törəməsini 0-a bərabər eləməliyik və bir də ucdakı qiymətləri qoymalıyıq. Hansı ən böyük qiymət alarsa, cavabımız olacaq. 47-ci suala baxaq. Deyir, AB parçasında kəsilməz fx funksiyasının törəməsinin qrafikinə əsasən fx funksiyasının ekstrem nöqtələrinin sayını tapın. Deməli, ekstrem nöqtələr də budur ki, maksimum və minimum nöqtələrimiz ekstrem nöqtələr deyilir və maksimum minimum nöqtələri necə tapırıq? Mənfidən müsbətə keçib, müsbətdən mənfiyə keçib. Burada nədir? Mənfidən müsbətə keçib. Bu məsələn minimumdur. Burada müsbətdən mənfiyə keçib. Bu maksimumdur. Burada da mənfidən müsbətə keçib minimumdur. İndi yəni 3 dənə nə oldu? Qiymət oldu da, ekstrem nöqtəsi oldu. Bu da olacaq A variantı. 48-ci suala baxaq. Deyir, deməli,
İntervalda təyin olunmuş f(x) funksiyasının törəməsinin qrafiki verilib. Deyir ki, -4 3 parçasında hansı nöqtə f(x) funksiyası ən kiçik qiymət alır? Deməli, -4 və 3. Baxaq görə bu damlalar uyğundurmu? -8, -7, -6, -5, -4, -3, -2, -1, 0. Bəli, uyğundur. Və -4, 3 deyir. 1, 2, 3, 4. -4 daxildir və 3. 1, 2, 3. Bu aralıqda bizə deyir ki, nə olsun? Parçasında hansı nöqtədə f(x) funksiyası ən kiçik qiymət alır? Deməli, biz ən kiçik qiyməti nə zaman edirik? Mənfidən müsbətə keçəndə. Deməli, burada diqqət edirsiniz. -4-dən nə edib? Mənfidən müsbətə keçib elə. Ona görə də nə olacaq? X bərabərdir -4. Bunun elə minimum, yəni ən kiçik qiyməti olacaq. 49-cu suala baxaq. f(x) funksiyasının azalma aralığı p2 olarsa, p2 minus p fərqini tapın. Deməli, törəməsinin tapırıq olur 3x kvadratı minus 24x plus 36. Kiçik bərabərdir 0-dan. 3-ə böləndə x kvadratı minus 8x plus 12. Kiçik bərabərdir 0. Köklərimiz olur nə? 4 və 4, 6 və 2. Kiçikdir olanda nə olur? Arası olur 2 və 6. Deməli, bizim Q-miz 6-dır, P-miz də 2-dir. Fərqi nə qədər eləyəcək? Olacaq 4. A variantı. 50-ci suala eyni qayda ilə baxaq 51-ci suala. M parametrinin hansı qiymətində ədədi funksiyanın ekstrem nöqtəsi olar? Deməli, törəməsini tapırıq. Olur 3m x kvadratı minus 6x minus 12 bərabərdir 0. Əgər bu ekstrem nöqtəsidirsə, bunun törəməsini 0-a bərabər eləyir. Yəni 3m vurulsun 1 çıxılsın 6 minus 12 bərabərdir 0. 3m çıx 18 bərabərdir 0. Bu da görə 18 olsun ki 18-dən 18 çıxanda 0 eləsin. M deməli 6-dır. Daha doğrusu burada biz m-ə biz nə verdik? M-ə deyirəm, x-ə nə verdik? -1 verdi, düzdür? -1 vermişik. Bəli, 1 verməmişik. -1. -1. Üzürürsən, 1 qoymuşuq yerinə. Biz ona görə belə olub. Deməli, burada -1 qoyanda onsuz da bu müsbət 1 eləyir. Burası bir dənə. Burada olacaq -6, m də olacaq 2. Yəni, yadınızda qalsın ki, ekstrem nöqtəsini biz necə tapırdıq? Törəməsini 0-a bərabər eləyirdik. Sonra x1, x2-ni tapırdıq. Sonra mənfidən müsbətə keçir və yaxud da müsbətdən mənfiyə keçirsə, o maksimum nöqtələri, ekstrem nöqtələri adlanır birbaşa. Yəni, törəməsini 0-a bərabər olunan nöqtələr. Bu da olacaq A variantı. 52 də eyni qaydadandır. Burada 1 qoyacaqsınız artıq yerinə. Əlüstədir funksiyanın maksimum nöqtəsi -1, minimum nöqtəsi 1 olarsa, m və n parametrinin qiymətini tapın. Törəməsini tapırıq. Törəməsi eləyir 3m x kvadratı plus 2n x minus 6 bərabərdir 0. -1 ilə 1-dirsə, bunun kökləri -1 ilə 1-dir. İndi onda bizim belə eləyə bilərik ki, burada -1 ilə 1-i qoya bilərik və yaxud da çevrilmişə gətirə bilərik. -1-i qoyaq yerinə. 3m bu eləyəcək elə 1 çıxılsın 2n bərabərdə 6 yazıq. Olacaq 3m çıx 2n bərabərdə 6-ya. Bir də 1-i qoyaq yerinə. 1-i qoyanda yerinə 3m plus 2n bərabərdir 6. Sistemi alaq. Toplayanda 2n'lər gedəcək. 6m bərabərdir 12-yə. M də bərabərdir 2-yə. Olacaq bu hissəmiz bizim 6 çıx 2n bərabərdir 6-yə. N də nə olmalıdır? 0 olmalıdır ki, 6-dan gələk 0 çıxasan ki, 6 olaraq da qalsın. M-miz olacaq 2, N-miz də olacaq 0. Bu da olacaq E variantı. 54-cü sualda deməli, deyir ki, x1, x2 ədləri funksiyanın uyğun olan maksimum və minimum nöqtələridir. Deməli, törəməsini tapırıq 6x kvadratı minus 18ax plus 12a kvadratı. Deməli, x1 kvadrat bərabərdir x2-yə. Bunu çevrilmişə gətirsək, olacaq x kvadratı minus 3ax plus 2a kvadrat bərabərdir 0-a.
Bizim x1 vurulsun x2 hasilimiz nəyə bərabərdir? 2a kvadratına bərabərdir. x1 plus x2'mizdəki 3a'ya bərabərdir. İndi buradan yazsaq ki, bunun yerinə x1'in kvadratı vur x1 bərabərdir 2a kvadratı olacaq. x1'in kubu bərabərdir 2a kvadratına. Və burada və yaxud da biz elə buradan kökləri tapaq əvvəlcə. Ən yaxşısı. Köklərimizi tapaq. V terimi ilə tapsıq. Hasili 2a kvadratı cəmi 3a. Belə götürsək ki, x1'imiz 2a'dır, x2'miz də bərabərdir a'dır. İndi x1'in kvadratı, yəni 4a kvadratı bərabərdir a'ya. Olur 4a kvadratı minus a bərabərdir 0'a. A'nı çıxarsa olur 4a çıx 1 bərabərdir 0. A bərabərdir 0 və a bərabərdir 4'də 1. Digər tərəfdən də əgər x1'imiz a, x2'miz 2a olsa, onda a kvadratı bərabərdir 2a'ya, a da a kvadratımız 2a bərabərdir 0'a. Onda a'nı çıxaranda a minus 2 bərabərdir 0, a1 bərabərdir 0, a2 də bərabərdir 2. İndi baxaq 0, 4'də 1, 0, 2. 4'də 1 qiymətimiz onsuz yoxdur, 0'dan 2 var. 0 qiymətini əgər qoyarıqsa, burada x kubu funksiyası yaranır və x kubu funksiyanın maksimum nöqtəsi yoxdur. Ona görə də hökmən burada x kvadratı qalmalıdır. Və ona görə də cavabımız nə olacaq? 2C variantı. 55-ci suala a'nın hansı qiymətində funksiyaların qrafiklərinin yalnız 2 ortaq nöqtəsi var? Deməli, 55-ci sualda da 2 ortaq nöqtəsi var deyir. 2 ortaq nöqtəsi olması üçün bu funksiya düşünək ki, bir əyridir, belə bir əyridir. Burada məsəl üçün, baxın, beləncə deyək də, belə bir şeydir. Bu birinci hissəyə toxunmalıdır ki, digərini kəsəndə 2 dənə ortaq nöqtəsi olsun. Çünki bunu aşağıdan keçirsək, artıq 3 dənə ortaq nöqtəsi olacaq. Bizə deyir ki, yalnız 2 ortaq nöqtəsi var. Ümumiyyətlə 2 dənə ortaq nöqtəsi yaratmaq üçün birinci toxunmalı. Toxunma da nə zaman ola bilər? Maksimum minimum nöqtəsində. Biz də maksimum minimum nöqtəsini necə tapırıq? Törəməsini 0-a bərabər edirik. 3x kvadratı plus 6x minus 9 bərabərdir 0. Olur x kvadratı 3'ə bölünür plus 2x minus 3 bərabərdir 0. Köklərimiz olur 3 və 1. İndi y bərabərdir a ilə ortaq nöqtəsi varsa, deməli həmin bu toxunan ilə y bərabərdir a olmalıdır. Biz baxaq görə funksiya mənfi 3 ilə 1-də nə alır? Qoyuruq yerinə mənfi 27 plus 27 plus 27. Bu olacaq 27. Birincisi olacaq 27. Bir də 1'i qoyuruq. 1 plus 3 çıx 9. Bu da eləyəcək mənfi 5. Olacaq cavabımız mənfi 5 ilə 27, yəni ki, D variantı. 56-cı suala baxaq. 56'da da deyir ki, AB pozisiyasında kəsilməsi olan fx funksiyasının törəməsinin qrafikinə əsasən onun maksimum nöqtələrinin sayını tapın. Maksimum nöqtələrin sayını tapmaqdan ötürü törəməsindir. Bizim müsbətdən mənfiyə keçməlidir. Müsbətdən mənfiyə keçən isə budur. Bir də ki, budur. Bu da olacaq. Deməli, başqa baxaq, diqqət edirəm. Müsbətdən mənfiyə keçən olsun. Bir də burada olacaq müsbətdən mənfiyə. Olacaq 3 dənə qiymətində. Minimum nöqtələrdəki mənfidən müsbətədir. Biri olacaq A, biri olacaq burada. Sonra biri olacaq burada, biri də olacaq burada. Olacaq 4 dənə qiymətdə. 58-ci suala baxaq. Deyir ki, funksiyanın 0,2 parçasında ən kiçik qiymətini tapın. İndi törəməsini tapacaq. Törəməsini tapanda bunun törəməsini tapaq. 200x-a ehtiyac yoxdur. Çünki qüvvətin kiçik qiyməti alması elə bu ifadənin kiçik qiyməti alması deməkdir. Mənfi 2x plus 2 bərabərdir 0. Mənfi 2x bərabərdir mənfi 2x də bərabərdir 1-ə. Aparıb qoyanda yerinə mənfi 1 plus 2 çıx 1. Bu da eləyəcək 0. Deməli, bu oldu 0. Və bizdə də indi diqqət etdirək.
0, 2 qiymətləri də var. 0-dan 2 qiymətlərini də qoyaq. 0 qoyanda bunlar 0-a eləcək, olacaq -1. 2 üstü -1 olacaq 2-də 1. 2 üstü 0-da 1 olacaq. Yəni 1 aldı, 2-də 1 aldı. Bir də 2 qoyuruq. Olacaq -4 plus 4 minus 1. Bu da -1 olacaq. 2 üstü -1, 2-də 1. Bu tapdığımız qiymətlərdən də ən kiçiyi 2-də 1, yəni 0.5-dir. 59-cu sual eyni qayda ilədir. 60-cı sualda da törəməsini tapırıq. Olur 6x çıxılsın, 3x kvadratı bərabərdir 0-a. 3x-i çıxardırıq. Burada edir 2 çıxılsın, x bərabərdir 0. x1 bərabərdir 0, x2 bərabərdir 2. İndi bu qiymətlərdən hansı ən böyük qiymət alarsa onu seçəcək. 0 qoyanda olacaq 10. 2-ni qoyanda olacaq bura 12. Çıxılsın 8. Eləcək 4. Üstünə də 10 gələndə 14. Olacaq 2 qiymətində 14. Bir də 4 qiymətini yoxlayırıq. Olacaq bura 3 vur 16. 48. 48-dən deməli 63 çıxacaq. -16. Bu -6 eləyir. Bizə də lazımdır nə? Ən böyük. Bunların içində ən böyük olan olacaq 14. 61-ci sual eyni qayda ilə həll olunacaq. Baxaq 62-ci sual. Funksiyanın artma aralığına daxil olan ən böyük ədədi tapın. Törəməsini tapırıq. Hasilin törəməsi kimi yanaşırıq. X-in törəməsi 1 edir. Qalır y üstü -2x plus x vurulsun. İndi y üstü -2x-dən törəməlində y üstü x-in törəməsi ilə y üstü x-dir. Bir də -2x-dən də törəmə alanda -2. Artma aralığına daxil olan ən böyük ədəd. İndi artma aralığı böyük bərabərdir 0 olmalıdır. Buradan bu -2-yə vuranda olacaq -2x. Bu da böyük bərabərdir 0. Y üstü -2x-i çıxarırız. Olacaq 1 minus 2x böyük bərabərdir 0-dan. Bu onsuz da müsbət ifadədir. 1 minus 2x nə olmalıdır? Böyük bərabərdir 0-dan. -2x böyük bərabərdir -1-dən. X də kiçik bərabərdir 2-də 1-dən. Yəni 0.5-dən kiçik. 0.5-dən də bizə nədir? Artmaqla daxil olan ən böyük ədədi. Burada da tam ədəd desəydi 0 götürəcəkdik. Burada ədədin özünü istədiyinə görə olacaq 0.5. Məsələn, burada tam deyir. 63 eyni qayda ilə də 64-də AB hasilinin ən böyük tam qiymətini tapın. Deməli, A kvadrat plus B kvadratının ifadəsi ya A artıq B-nin kvadratında yaranır, ya da ki A artıq B-nin kvadratında. Bunu açanda olur A kvadrat minus 2AB plus B kvadrat. Bu iki hər iki ifadədə sıfırdan nədir? B bərabərdir. A kvadrat plus 2AB plus B kvadrat. Böyük bərabərdir sıfırdan. A kvadratı B kvadratın yerinə 6 yazanda olur 6 çıxılsın 2AB böyük bərabərdir 0. Bu üst tərəfdə yazanda 6 üstə gəlsin 2AB böyük bərabərdir sıfırdan. Mənfi 2AB böyük bərabərdir mənfi altdan. AB ikisi bərabərdir nəydən olur? 3-dən. Digər tərəfdən isə 2AB böyük bərabərdir mənfi altdan. AB də böyük bərabərdir mənfi 3-dən. Deməli, mənfi 3 ilə 3 arasında qiymətlər olur. Bu da ən böyük qiymətini istəyir. Ən böyük qiyməti olacaq 3. Bizə nə ən kiçik qiymətini istəsəydi, olacaqdı mənfi 3. 65-ci sualı baxaq. Funksiyanın ən kiçik qiymətini tapın deyir. Törəməsini tapırıq. Törəməsini tapanda olur 1, x-in törəməsi üstə gəlsin. 1 bölü x-in törəməsi mənfi 1 bölü x kvadratıdır. Olacaq mənfi 36 bölü x kvadratı bərabərdir 0. 36 bölü x kvadratın 1-ə bərabər edilir. Çünki bu 1 olmalı ki, 1-dən 1 çıxanda 0 eləyir. X kvadratı da gərək 36 olsun ki, 36-ı 36-ya böləndə 1 alınsın. X də bərabərdir plus minus 6. Deyir, x 0-dan böyük olarsa funksiyanın ən kiçik qiyməti. X bərabərdir 6 götürürük. Onda qiymət nə olur? 6 üstə gəlsin. 6-da 36. 6-da 36 nə deməkdir? 6 deməkdir. Onda da olur 12. 66 eyni qayda ilədir. 67-ci suala baxaq. Deməli, funksiyanın ən böyük qiymətini tapın deyir. Törəməsini tapırıq. Törəməsini tapanda deməli, birinci məxrəcin kvadratı olur. Sonra sürətin törəməsi edir 12 vurulsun məxrəc. Çıxılsın, deməli, sürət vurulsun məxrəcin törəməsi. Məxrəcin törəməsi də 2x eləyir. Bərabərdir 0-a. Bu ifadə 0-a bərabər ola bilməz. Sürəti 0-a bərabər eləyirik.
12 vurulsun x kvadratı plus 9 çıxılsın 24x kvadrat. Bərabərdir 0-a. Bu edir 12x kvadratı. 12x kvadratına 24x kvadrat çıxanda mənfi 12x kvadratı. Bu da 12 vurulsun 9. Elə öz tərəfə keçirdik. Mənfi 12 vur 9. 12-ləri aparırıq. Mənfini də aparırıq. X kvadrat bərabərdir 9 alınır. X bərabərdir plus minus 3. Deyək ki, funksiyanın ən böyük qiymətini tapın. İndi ən böyük qiyməti 3-də olacaq. 12 vurulsun 3. Bu da olacaq 3-ün kvadratı plus 9. Yəni 18. Bu da 36. Bu da eləyəcək neçə? 2. Olacaq. Cavabımız 2. 68-ci sual da eyni qayda ilədir. 69 və sonrakıları növbəti videoda izah edəcək. Yəni bu birinci hissəsidir. Növbəti videoda da geridə qalan misallar izah olunacaq.